Bizim məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qeyd edirik. Dövlət səviyyəsində rəsmi qaydada 28 may Respublika günü kimi qeyd olunur. Yəni bu gün Respublika günü ona görə qeyd olunur ki, Azərbaycan xalqının tarixində bu günün böyük bir rolu və yeri var. Çünki bütün şərq dünyasında ilk dəfə Xalq Cümhuriyyəti, demokratik bir cümhuriyyətin qurulması ilk dəfə Azərbaycan dövləti yaradı bu cümhuriyyəti və 1918-ci ilin 28 may günü bütövlükdə, şərqdə, dünyada böyük bir əhəmiyyətə malik olan bir gündür. Həmin gün Azərbaycan ziyalıları, Azərbaycanın vətənpərvər oğulları, qızları birləşərək milli şura yaradaraq Tiflis şəhərində, indiki Gürcüstanın paytaxtı olan Tiflis şəhərində Xalq Cümhuriyyətini elan edildi. Ona qədər bilirsiniz ki, Azərbaycanın baxmayaraq ki, dövlətçiliyi çox qədimə gedib çıxır, yəni 1000 illərlə, eradan əvvələ qədər gedib çıxır dövlətçilik tariximiz. Amma həmin ərəfədə Azərbaycanın müstəqil dövləti yox idi. Azərbaycan Çar Rusiyasının tərkibində idi, müstəmləkədə idi. Xalq Cümhuriyyətinin elan olunması ilə Azərbaycan dövlətçiliyinin, yəni müasir Azərbaycan dövlətinin əsası qoyuldu. Bu cümhuriyyət payı bərabəri olmayan dünya ölkələri içərisində elə bir sistem, elə bir dövlətçilik nümunəsi yaratdı ki, bir çox dövlətlər Azərbaycandan bir nümunə kimi bu cümhuriyyət modelini götürdü və istifadə elədi. 18-ci ildə yaranan Xalq Cümhuriyyəti demokratik bir cümhuriyyət idi, parlamentli respublika idi və parlamentin üzvləri var idi. Azərbaycanın ziyalıları, alimləri, mütəfəkkirləri orada toplaşmışdılar. Baxmayaraq ki, 23 ay ömür sürdü bu Xalq Cümhuriyyəti, amma 23 ay ərzində böyük işlər görüldü. Parlament yaradıldı, universitet yaradıldı. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyi təsəvvür edin ki, dünya ölkələri içərisində tanıdıldı qısa bir müddətdə. Beynəlxalq təşkilatlara üzv olundu. Azərbaycanın bayrağı, himni, gerbi yaradıldı. Dövlət simvolu, pulu, ərazisi, sərhəddi, ordusu. Yəni, bugünkü bizim dövlət qurumlarımızın əksəriyyəti, belə desək, 99% o vaxt yaradılan qurumlardır. İstər ordumuz olsun, istər təhsilimiz olsun, istər digər nazirliklərimiz olsun, hər biri tarixi Xalq Cümhuriyyətinin dövrünə gedib çatır. Xalq Cümhuriyyətini quran, yaradan bizim babalarımız və onlar adi bir insanlar deyil, onlar görkəmli, dahi bir şəxsiyyətlərdir. Əksəriyyəti Avropada təhsil almışdı, yüksək mədəni sərviyyə, yüksək, belə desək, elmi səviyyə malik olan insanlar idi və o insanlar bu Xalq Cümhuriyyətini qurdu. Baxmayaraq ki, Sovet ordusu, 11-ci Qızıl Ordu 1920-ci ilin aprel ayının 28-də bu cümhuriyyəti süqut elətdirir və yerində Sovet hökuməti quruldu, amma bu 20 ay ərzində o qədər işlər görüldü ki, Azərbaycan dünya tanıdıldı, Azərbaycanı artıq dünya dövlətləri hər biri tanıdı və 70 il Rusiyanın əsarətində, Sovet İmperiyasının əsarətində yaşasaq da, xalq bu azadlıq ideyasını qorudu, saxladı və nəhayət 1991-ci il oktyabr ayının 18-də bizim qürur duyduğumuz bu üçrəli bayrağı yenidən bağlamaktadır. Baxmayaraq ki, 70 il o bayrağı istifadə eləmək, o bayrağı yerində saxlamaq qadağan olunmuşdur. Hətta kimdəsə bu bayrağı görsəydilər, həmin ailəni, həmin nəsli sürgün eləyirdi, Sovet hökuməti Sibirə və ya güllələyirdi. Amma xalqımız bu bayrağı gizli qəlbində saxladı və dövr, zaman yetişən kimi xalq hərəkatı alovlandı və müstəqilliyimiz yenidən bərpa olundu. Mən bu Respublika günü münasibətilə hər birinizi təbrik edirəm. Vətən torpaqlarımızın azadlığı uğrunda canından keçən istər 18-ci ildə də bizim şəhidlərimiz çox olub, bilirsiniz, dövlətçiliyimiz uğrunda. 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində vətən uğrunda, bu bayrağımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa diləyirəm. Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar, siz bilirsiniz ki, 28 may müstəqillik günüdür. Dünyada 6900 xalq var. O xalqlardan içərisində biri də Azərbaycan xalqı var ki, o xalqın da 200-ə yaxın dövlət mövcuddur. O dövlətlərin də biri Azərbaycan dövlətidir. Bu Azərbaycan dövlətinin
ilk dəfə şərqdə Cumhuriyyətin yarası Məhəmməd Əmin Rəsulzade rəhbəri altında bu dövlət müstəqillik yaranıb, dövlətimiz yaranıb. Mən fəxr edirəm ki, o dövlətin nümayəndəsiyəm. Həmən yaranan dövlətin içində də bir Laçının 2 dənə naziri də Laçınlardan ibarət oldu. Mən fəxr edirəm ki, o millətin övladıyıq. O müstəqil bir dövlətin, Azərbaycan dövlətinin övladıyıq. Mən Azərbaycan dövləti milləti olmaqla fəxr edirəm. Və sizlərə əmnamanlıq sülhü arz edirəm. Allah təala xalqımızın başından sülhü əksik eləməsin. Sizə sağlam ömür və xalqımızı bu müstəqillik günü ilə təbrik edirəm. Sizlərə uzun ömür, can sağlığı. Hörmətli tədbir iştirakçıları, hörmətli şagirdlər, müəllimlər, bugün həqiqətən dövlətçiliyimizin ən gözəl, ən yaxşı bir günüdür. Müstəqillik günü. Hər bir xalqın belə deyək də o arzuladığı, amma çata bilmədiyi bir gündür. Şükür bu günə ki, biz müstəqillik, biz azadıq, biz öz sözümüzü deyə bilirik, biz xalqlar içərisində xalqıq, tanınırıq. Bu ənənə tarix boyu gəlib və görürsünüz 70 ildən sonra yenə də gəldi, öz yerini aldı, biz müstəqillik olduq. Cənubdan farslar, qərbdən erməni Çar Rusiyası ilə bir yerdə, şimaldan yenə Rus, belə deyək də, o şovinizmləri, o Rus işğalçıları tarixən dəfələrlə Azərbaycanı yox etmək istədi. Amma bu xalq elə bir xalqdır ki, onun nə qürurunu, nə əzmini qıra bilmədilər. Bu xalq yenə ayağa qalxdı, öz müstəqilliyini qorucu saxladı, gətirdi bugünə. Biz də borcluyuq ki, bu müstəqilliyi əldən heç bir zaman verməyək. Əlimizdə qələm, dəftərlə bərabər silahımız da olmalıdır. Yəni, bu dövlətçiliyi qorumaq üçün elə belə stolda oturmaqla, nə bilim, orada-burada gəzməklə qorumaq olmaz. Yaxşı, savadlı olmaq lazımdır, oxumaq lazımdır, universitetlərə qəbul olmaq lazımdır. Əgər öz tariximizi bilməsək, keçmişimizi bilməsək, bizim gələcəyimiz olmayacaq. Ona görə də bu gələcəyi bilmək üçün tariximizi nə etmək lazımdır? Oxumaq lazımdır, öyrənmək lazımdır ki, heç vaxt bu günləri əldən verməyək, bu müstəqillik günümüzü əldən verməyək. Mən də bütün kollektivi, müəllimləri, şagirdləri bugün münasibəti təbrik edirəm. Əbədi olsun, müstəqilliyimiz daimi olsun. Bu qürurlu günü həmişə yaşayaq. Müstəqillik bayramıdır. Bu gün sənin Azərbaycan. Xoşbəxt günlər məqamındır, yoxdur sənin Azərbaycan. Oxumaq yarı xoşbəxt, görmək necə də xoşdur. Azadlıq çiçəyini dərmək necə də xoşdur. İki doğullarımız olub günə havada, renkli bayrağımız dalğalanır havada. Həmin gün qəlbimizdə neçə arzu dil açıb, dağda düz, yox qəlbimizdə gül açıb. Bir millət, iki dövlət, eyni arzu, eyni niyyət, hər ikisi cümhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qolu, o dağlı, bu dağlı, Azərbaycan, Türkiyə. Ana yurtda yuva qurdum. Ata yurtda çönül verdim, ana yurdum, ata yurdum, Azərbaycan, Türkiyə. Birdir bizim hər halımız, dəyərlimiz, amanlımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə. Dinimiz birdir, dilimiz bir, ayımız birdir, ilimiz bir, eşkimiz birdir, yolumuz bir, Azərbaycan, Türkiyə. Yurdumun adı yazılır, ölkələr sırasında, aylar, günlər arasında, əziz günüm, ayım mənim, 28 mayım mənim. Dağlarının başı qarlı, sinəsi yaşıl olmalı, dərələri şirin barlı, Azərbaycan, Azərbaycan, durma gözlü bulaqları, cənnət kimi yaylaqları, geniş,
geniş oymakları, Azərbaycan, Azərbaycan, ormanında maral gəzər, çöllərində ceyran süzər, göllərində qazlar üzər, Azərbaycan, Azərbaycan, qayaların əlvan mərmər, belində var qızıl kəmər, bir yanında Bəhri Xəzər, Azərbaycan, Azərbaycan. Sinən odu şöyle salır, dünya səndən işıq alır, verməyəndə zülmət qalır, Azərbaycan, Azərbaycan. İpək pambıq yunun çoxdur, arpa buğda düyün çoxdur, hər şeyin var, nəyin yoxdur, Azərbaycan, Azərbaycan. Yer üzündə çoxdur, yoxdur tayın, gül axar neçə çayın, bol veribdir pələk payın, Azərbaycan, Azərbaycan. Lasının var, tərlanın var, çoxlu kirin, dastanın var, qorxun yoxdur, düşmənin var, Azərbaycan, Azərbaycan. Bugün sərbəst bir ölkəsən, qonşulardan sən öndəsən, uğruna böyük əhsən, safdır şənin Azərbaycan, dünyaya səs sayıldın, şərəflə sən ucaldın, dirəyindir hər övladın, ucal mətin Azərbaycan. Sinən odu şöyle salır, dünya səndən işıq alır, verməyəndə zülmət qalır, Azərbaycan, Azərbaycan. İpək pambıq yunun çoxdur, arpa buğda düyün çoxdur, hər şeyin var, nəyin yoxdur, Azərbaycan, Azərbaycan. Yer üzündə yoxdur tayın, gül axar neçə çayın, bol veribdir pələk payın, Azərbaycan, Azərbaycan. Latının var, tərlanın var, çoxlu şirin dastanın var, qorxun yoxdur, düşmanın var, Azərbaycan, Azərbaycan. Qələbəni ucaltmışam göyə məşəl tək, Bakıdır köksündə dayanan ürək, güllər gözlərində böyük gələcək, eşitsin obalar, elə bu səsi, bugün bayram edir odlar ölkəsi, dostluğun eşqi ilə ucalırıq biz, gül açır, bar verir çiçəklərimiz, bir vurur hər zaman ürəklərimiz, eşitsin obalar, eller bu səsi, bugün bayram edir odlar ölkəsi, sevinclə ötüşür onun hər anı, dillərdə dolaşır şöhrəti şanı, zəfərlə ucaldır Azərbaycanı, eşitsin obalar, eller bu səsi, bugün bayram edir odlar ölkəsi. Dünyaya səs salıb adın, şərəf ilə sən ucaldın, dirəyindir hər övladın, ucal mətin Azərbaycan. Neftin qazın bir məlhəmdir, düşmənlərə min əməldir, dostların çox kərəmdir, şərəflərin Azərbaycan. Müstəqillik bayramıdır, bugün sənin Azərbaycan, xoşbəxt gülərmə qamıdır, yoxdur tənin Azərbaycan.